Saat 12'nin yarısında başladığımız beton işini mayaklara atılmaqla təxminən 12'də başladık da Rəşad etişi. Hə? Saat 12'də başladıq. Hani Rəşad Usta gördün? Ha yox, Ben görüm. Rəşad Usta. Hə, deməli başladıq. Mayaklar atılandan sonra da saat təxminən 4'ün yarısı olardı. Betona başladıq. Neçə kvadrat edilmişdi beton tökdüyümüzdə? Deməli 9 20 kvadratlıq yeri bu günlərim bitirdik. İnşallah indi 3 gün onun qurumağını gözləyəcəyik. Allah hər kəsə öz evində xoşbəxt, mehriban yaşamağı nəsib eləsin. Bu gün də başladıq betonu tökmək üçün hazırlıq görməyə. Sağ olsunlar, zəng elədik, material gəldi. Daha doğrusu yəni pulunu vermişik, materialını almışıq. Dönəndə demişdim, qumumuz, atsepimiz var. İndi stipolun üstünə beton tökəcəyik. Rəşadət qardaş hazırlıqlar görür. Bunun adını mən yadımda saxlayamadım da. Rəşadət, onun adı nə idi? Mayak. Hə, mayak. Hə. Mayakları qurub lazerlə. İndi mayaklar qurulandan sonra başlayacağım ki qardaş betonu tökməyə. Rəşadətin qulaq asdığı mahnılara bax. Götür beni. Neyse dostlar, indi beton töküləndə də inşallah çəkib sizə təqdim edəcəm. Görək axırımız necə olur. Neçə dərəcəsi də olar Rəşadə? 40 var. Hə? Profiller vurulur. Hələ görüləsi çox işlərimiz var. Bura qədər demək olar ki, evdən çıxan torpaqla, nə bilim, daşla, kəsəklə buranı doldurmuşam. Buralar qalıbdır. Oralarda inşallah köçdükdən sonra yavaş-yavaş doldurarıq. Bu bir otaqdır. İndi inşallah onu da beton quruyandan sonra usta gəlib şkunkalayıb, dolğulayıb, laqlayacaq. Bu bir otaqdır. Bu sanitar qovşağıdır. Bu qonaq otağıdır. Bura isə mətbəx. Deməli dostlar, səhər tezdən başlamışıq, mayaklar atıldı. Deməli dostlar, yatıp qalmışdıq. Deməli dostlar, yatıp qalmışdım. Dönənlərim biraz günümüz ağır keçdi. Bu günlərim gəldi təxminən saat 11-dən. Zəng elədik, material gətirdilər, simentizadır. Mayaklar atıldı. İndi palçığımızı qatıb betonu verəcəyim bura. Telefonu hara qoyum ki, bura düşsün. Ha, bu da bizim Cavit müəllimdir. Prosu müəllimi bugün işlədirik. Müəllim keçib beton işinə.
Musiqiçi olduğuna görə deyir mən muska ilə işləyirəm, muskası işləyənməyəm. Məsələ elə olacaq. Evet, 8 verirəm. 8-9 verir. 8 verir. İkisini verirsən, hə? Ha. Keçən dəfə kimi sədə qatılmış ki, rahatsız edir. Aa, o nə idi? Aa, nəfəsimizi kəsləyəcəkdi. Bu da şeydir, kaldor da nazikdir. Ona baxmışam, amma bir dənə mətbəx biraz qalındır. Valla bir yerlə doldu. Neçədir bu? 6. Ya artım var. 4. İkisini de tök, o biraz çəksin sonra tökək. Yoksa istəyəşkə su çox gedir. Harda? Ha, evin içində. Ya dağılmaz. Ha, onu da tök bəsdir. Ya açılmaz. Ha, tök korkma. Su değme bas. 3 dakika çeksin. Ha? İşimi görüm. Ha değme hepsi. Ha? Büyünə qutaracağını görəm. Gözüm otur ver. Ha? Gözüm otur ver deyirəm. Büyünə qutara biləcəyini görəm. Burada ne var ki? Hemen gece saat 8'de başlayıp saat 10-11'e kadar ne gibi beton. Ne var abi? 2 partiye beton bakacak para. 2-3 parti. Kuna qalın deyək. Kuna adamı incidəcək. Kuna qalın incidəcək. Bağlamda. Konu ile bir Yüngül var bizi. Yox elə belə tutmasın. Bir bu, bəlkə də bir dənə də qatdı. Bunun yarısı da gedecek. Hə, yarısı. Hala. Dur, atacağımız var. Hə, deyinə. Koridor belədir. Belədir. Mətbəxə amma beton biraz qalın gidəcək. Deyinə. Belə hardasa 4-5 santı. Çox 10 santı. Deməli dostlar, vəziyyətimiz hal-hazırda günün istisində budur. Usta təmiz lütləmiz. İkinci palçığı qatırıq. Birinci qatdığımız biz bura kimi gördük. İsti imkan vermir, adam ürəyə partlayır.
isti imkan vermir adam ürəyi sıxılır. İkinci vedranı aparanda deyirsən ki, Allah 102-ni də yığ dalımıza gəlsin. Qurandan olsun. İkinci vedranı aparanda deyirsən ki, arxadan bir dənə pajarini, bir dənə də 102-ni yığasan, skoru gəlir, yolun yarısını deyə buradan bura. Hələ bir bu qədər də yer qalıbdır. Hələ mətbəxdə. Ondan sonra hələ sanitar qovşaqla koridor var. Deməli bu isti havada beton tökməyin ayrı ləzzəti var. Su qutarır, ancaq su alırsan. Su qutarır, su alırsan. Mağazaya gəlib gəlməkdə bir ayrı zaqar. Usta səsin gəlsin. Ay usta, yaşayırsan? Yaşayırsan? Usta. Ay usta. Sən dizaynın maya yazığı gəldi. Çıxanda deyir ki, qardaş oğlu, görürəm it havırındasan. Gedəndə dayının maya yazığı gəldi, bir dayı. Qazellə çıxırdı. Dedi, gördüm ki, it havırındasan bala, gəl sənin yolun başına kimi çıxardım. Hara gelsən? Dedi, bu havada ancaq su almağa gedərlər. Ala qaqa. Qoy demə. Bədənə bax, bədənə. İdmançı oldum belədir, idmançı oldum belədir. Deməli, üçüncü partiyanı da simentini, qumunu qarışdırdıq. Mətbəx bitdi. Keçmişik sanitar qovşağa. Ondan sonra koridoru başlayıb bitirib gələcəyik. İndi Əşadə. Oradasan. Belə də çəkim göstəreyim. Bax, mətbəx bitdi. İndi keçmişik bura. Hamam tuvalet. Ondan sonra koridoru edib çıxacağıq inşallah bugün. Deməli dostlar, qardaşlar, saat 12'nin yarısında başladığımız beton işini mayakları atılmaqla təxminən 12'də başladık da Rəşad etişi. Hə? Saat 12'də başladıq. Hani Rəşad usta gördün? Ha yox, Ben görüm. Rəşad usta. Hə, deməli başladıq. Mayaklar atılandan sonra da saat təxminən 4'ün yarısı olardı. Betona başladıq. Neçə kvadrat edildi birlikdə beton tökdüyümüzdə? Deməli 9, 20 kvadratlıq yeri bu günlərim bitirdik. İnşallah indi 3 gün onun qurumağını gözləyəcəyik. Deyil dostlar. Bu isə mətbəx. Sonra koridoru, sanitar qovşağı betonla töküldü. Bu qədər. İndi qaldı 3 gün. Qurumağı 3 gündən sonra da Allahın köməkliyi ilə Fadəmi usta tapıbdı. Usta gəlib polunu yonub, dolğulayıb, şkunkalayacaq, laklayacaq. Heç nə dostlar, bugünkü işimiz də bu qədər. Allahın köməkliyi ilə pol ustası da gələndə çəkiliş edib sizlərə təqdim edəcəyik. Sağ olun, salamat qalın. Həmişə bütün videoların axırında deyirəm, yenə də deyim. Allah hər kəsə öz evində xoşbəxt, mehriban yaşamağı nəsib eləsin. Gecəniz xeyrə qalsın. Ditlilə nağarsan, ay Rəşadət. Hay? Ditlilə nağarsan. Bağlaya bildin. Nətər bağladın? Bağladım. Ha. Arkadan açıktı. Böyle bağladım. Bağladık. Dava getdik. Ditli dalaq elədi də. Axırıncı elə bil 4 vedrada ditlim. Ditlilərə 5 litr kanisindən gəlir. Hə, yəni adam baxırsan ki, qanını sorub adam vurmağa da. Deyir qardaş. Hə, ehtiyat eləyirsən ki, da mənim qanımı daşıyır bu.